Ümumiyyətcə bullyingdir, qısnamadır. Yaşadığımız dövr olduqca hər zaman müşahidə olunubdur. Sadəcə olaraq son illərdə bu problem daha çox ön plana atılmışdır. Hansı ki, biz buna hər hansı bir universal bir tərif deyə bilmərik. Yəni ki, bullying imeni bu tərifdəndir, bu qanuna uyğunluğa tabedir, bu qaydadır, bunu əzbərləməliyik. Hər bir tədqiqatçı, hər bir bunu araşdıran pedaqoq fərqli şəkildə xarakterizə edir. Amma əksəriyyətinin formalaşdırdığı bir dənə ümumi bir məqsəd, ümumi bir fikir var ki, bullying özünü müdafiə edə bilməyən şəxsə qarşı davamlı şəkildə aqressiv, negativ davranış kimi təsvir edilir. Yəni, bəziləri güclüdür, bəziləri varlıdır, bəziləri fiziki gücü var, bəzilərinin sosial gücü var. Bundan sui-istifadə edirlər. Belə deyim də, loru dillə desək qısnama, uşağı təhqir etmək, uşağa şəxsiyyətini alçaldacaq sözlər demək, yaxud da ki, pisikdirmək kimi yadımıza saxlaya bilərik. İngilis kriminoloq Farrington belə bir tərif vermişdi bullyingə. Bullying güclü şəxsin zəif şəxsə təkrarlanan psixoloji və ya fiziki əzab verməsidir. Təəssüf olsun ki, dövrümüzdə bu kimi problemlər ön plana çəkilir və bütün bunları təsnif edərək tədqiqatçılar bullyingi 4 əsas hissədə ayrılır. Məqsədinə görə, davranışına görə, birbaşa yaxud da ki, dolayı yolla təsirinə görə və xüsusi növ olmaqla növlərə ayrılır. Və onların da hər birinin özünün tərkib hissələrində qısa növləri var. Məsələn, məqsədinə görə məqsədli, məqsədsiz, məqsədsizin özü də düşünülməmiş tədris bullyingi, davranışına görə fiziki, qeyri-fiziki, qeyri-fizikinin özü isə sözlərlə, yəni verbal, qeyri-verbal şəkillərlə, sosial adaptasiyada olan növləri var. Birbaşa yaxud da ki, dolayı təsirinə görə vasitəli yaxud da ki, vasitəsiz bullying. Xüsusi növü isə kiberbullyingdir. Kiberbullying də media, sosial media üzərindən ola bilər. Bu da sözlə də ola bilər, qeyri-verbal şəkillə də ola bilər. Fiziki, yəni hər hansı bir güc göstəricisini, məsələn, sosial media üzərində, internet üzərindən paylaşıla bilər. Bütün bunlar bullyingin növləridir, hansı ki, onların bir-birini, hər birini ayrı-ayrılıqda mahiyyətini qısaca şərh edəcək. Məsələn, məqsədli bullying nə ola bilər? Təbii ki, bunu məqsədli şəkildə həyat edilir. Qəsdən əzab vermək məqsədi ilə. Bu bullyingdə xoşa gəlməyən insanı davamlı şəkildə, məqsədli şəkildə incidirsən. Yəni, tutaq ki, bir şagird dostunu, digər şagird məqsədli şəkildə daim neynir? İncidir. Məqsədsiz odur ki, özü də bilmədən məqsəd yönlü şəkildə pislik etmir. Yəni, özü də bilmədən məqsədli şəkildə bullying edir. Təəssüflər olsun ki, biz müəllimlər bunu bəzən edirik. Tədris bullyingində, öyrənməklə öyrətmə mühitində. Məsələn, tədrisdə köməklik etmək məqsədi ilə düşünülməmiş formada hər hansı bir şagirdimizə bullyingə məruz edə bilirik. Məsələn, tutaq ki, oxuduğu dərsdən məsələn, tam yaxşı fikrini ifadə edə bilməyib, məqsədsiz şəkildə ona elə bir cümlə işlədirik ki, bu tədris bullyinginə nümunə olur. Düşünülməmiş bullying isə bəzən biz əyləncə, oyun kimi, yaxud da ki, qarşıdaşı şəxsə vurduğumuz zərəri tam olaraq anlamırıq. İstər müəllim olsun, istər şagird olsun. Münasibətlərlə bağlı, sosial mühitdə düşünmədən bəzi bullyingləri təəssüf olsun ki, həyata keçirə bilirik. Fiziki bullying adından da məlum olduğu kimi, yəni fiziki əzab veririk. Yəni, burada məsələn, burada məktəbdə hər hansı bir əmlakın dağıdılması, sındırılması da buna aid edə bilər. Yaxud da ki, bir şəxsi incitmə. Tutaq ki, biri güclüdür, icmançıdır, digəri isə zəifdir, ona məsələn, daim fiziki bullying edir. Qeyri-fiziki isə fiziki kontakt olmadan, təmassız, yəni döymək falan, toxunmaq yoxdur. Burada sözlərlə eləyə bilərik verbal, qeyri sözlərlə jest, mimika ilə, şəkillə bu ola bilər qeyri-verbal.
Sosial adaptasiyadan uzaqlaşdırmaq, xoşagəlməz sosial mühitdə şayiələr yaymaq, şəxsi başqaları qarşısında utandırmaq. Tutaq ki, bir nəfər şagirdi, digər 5 nəfər şagird hamının içərisində utandırır, pisikdirir. Bunlar sosial bullyingə nümunədir. Bəs yaxşı, birbaşa yaxud da ki, dolayısı yolla vasitəli və vasitəsiz olur. Vasitəsiz odur ki, bilavasitə özün edirsən onu, heç kimə ehtiyac yoxdur. Vasitəli odur ki, tutaq ki, əliyyə deyiləm, Vəli, get onu filan sözü deyə, get onu döy, nə bilim, neynə. Burada isə vasitəli bullying adlanır. Bir də var xüsusi bullying, bu ən xüsusi bullyingdən biridir. İlk başda da qeyd elədim, sosial media üzərindən olur. Yazılı şəkildə sözdən təhqir eləyirlər bəzən uşaqlar, qeyri-verbal şəkil və videolarını yayırlar. Fiziki isə hakerlərin davamlı olaraq internet üzərindən şəxsin elektrik cihazlarını sıradan çıxara bilər, bank hesabından qeyri-qanuni pullar götürə bilər. Bunlar isə fiziki bullyingə nümunədir. Və kiberbullyingdə Rebecca adlı bir şagirdin özünü intihar etməsindən sonra dünyada sanki həyəcan təbliği çalındı ki, artıq bu bullyingin qarşısını almaq yolları biz pedaqoqlara öyrədilməlidir, bilməliyik. Bullyingi necə müəyyən edək, bullyingin qarşısını necə alaq. Müəyyən etməyin yolları odur ki, təhlükəsiz və pozitiv bir mühit yaratmalıyıq. Yəni, uşaqlar özlərini güvəndə hiss eləməlidir. Məktəbdə bir insan iş görməməlidir. Məktəbin bütün həyatı bir-birinin əməkdaş olmalıdır. Şagirdlərin şəxsi portfolyoları yaradılmalıdır. Valideynlə daim mütəmadi şəkildə əməkdaşlıq etməliyik, esse yazdırmalıyıq, anonim sorğular etməliyik. Şəxsi təcrübəmdən deyirəm, bəzi siniflərdə bullyingi müəyyən etmək üçün anonim sorğular. Məsələn, uşaqlar, sizi narahat edən, sizin hər hansı bir müəllimdə, yaxud da ki, şagirddə sizi narahat edən hansı xüsusiyyətlərdir? Bullyingə məruz qalıb-qalmadığını yoxlamaq üçün esse yazmaq çox önəmlidir. Hər hansı buzqıran strategiyasını istifadə edərək, hər hansı bir suallar verərək uşaqlara esse yazır və bunun əsasında da və o essenin anonimliyinin qorunmasını tam 100% təminat verəcəyimizə, uşaqlar narahat olmayın, heç kəs oxumayacaq, tam təhlükəsizliyi formalaşdırdıqdan sonra bu da ümumiyyətcə, esse yazmaq və anonim sorğular pedaqoqların və tədqiqatçıların müşahidə etdiyi ən əlverişli metoddur ki, bullyingi müəyyən. Məsələn, əməkdaşlıq valideyn eləyə bilərik. Tutaq ki, uşaqda hər hansı bir problem hiss edirik. Valideynindən soruşuruq ki, nəsə ailə daxili problem, yaxud da ki, uşaqda nəsə varmı? Bunu bərabər şəklində biz müəyyən edə bilirik. Qarşısını almaq üçün təbii ki, daim mənəvi dəyərlər aşılamaq üçün şəxsi həyatdan, sosial həyatımızdan nümunələr göstərməliyik. Emosional intellektini uşaqların formalaşdırmalıyıq. Buzqıran strategiyalarını istifadə etməliyik. Buzqıran strategiyaları nə deməkdir? Yəni, adına məlum olduğu kimi isti münasibət, buzu qıran. Yəni, müəllimin şagirdi, şagirdin şagirdi, müəllimin valideyni başa düşməsi üçün çox əlverişli metodlardan biridir. Tutaq ki, məsələn, suallar verə bilərik, sevdiyin aforizm yaz, niyə bunu daha çox sevirsən? Və orada o sətiraltı mənaları müəyyən etmək də qarşısını almanın yollarıdır. Valideynləri mərifələndirməliyik ki, indiki uşaqlar tam fərqlidir, çox üzərinə getmirik, onlarda özünə qapanma yaranır, intihara meyillik formalaşır. Məktəb psixologi ilə əməkdaşlıq etməliyik, artıq öhdəsindən gələ bilmədiyimiz biz vəziyyət yaranarsa, məktəb psixoloqu mütləq bizdən əməkdaşlıq etməlidir. Uşaqları daim maarifləndirməliyik, nümunələr göstərməliyik. Məsələn, mən müəllim model nümunə olmasın uşaqlar. Məsələn, ay uşaqlar, biz də şagird olmuşuq, bizim də müəyyən problemlərimiz olub, bizim də üzərimizə gələn məqamlar olub, istər valideyn, istər müəllim, istər şagird. Amma öhdəsindən gəlmişik, özümüzə inanmışıq. Bu kimi, məsələn, elə bir nümunə olmalıyıq ki, şagirdlərimizə. Onlar anlamalıdır ki, məsələn, Aytaç müəllim kimi olacam, Ləman müəllim kimi olacam və s. Yəni, məktəb mühitindən çıxmalıyıq. Elə bir fəaliyyət formalaşdırmalıyıq ki, uşaq sabahsı günü onu gələcək həyatını tətbiq edə bilsin. Məsələn, bizim də rol modeli olan müəllimlərimiz olub ki, hər zaman özənmişik ki, biz də növbəti müəllimlik həyatımızda həmin müəllimlər kimi olacaq. Bullying çox önəmli və həll olunması vacib məqamlardan biridir. Təəssüf olsun ki, bir çox illərdir müşahidə edirik uşaqların intiharı, uşaqların
bu kimi problemlər. Bunun isə qarşısını almaq, müəyyən etmək biz müəllimlərin öhdəliyinə düşür. Ona görə də bullyingdə vacib olan məqamlardan biri 1 necə müəyyən edəcəm, 2 necə qarşısını alacam. Onlara xüsusi diqqət yetirməliyik. Testlərdə də nə düşə bilər? Situasiyalar verə bilər. Hər hansı bir, məsələn, şagird sentyabr ilinin əvvəlindən düz 1-ci yarım ilə qədər çox yaxşı şəkildə oxuyurdu. Lakin bir müddətdən sonra onun davranışında müəyyən problemlər olduğunu müəllim görür ki, məsələn, zəifləyir. Əvvəlcə müəllim çalışır ki, uşaqdan özü ayrı-ayrılıqda danışsın. Sonra artıq digər hissələrə valideyn olsun, məktəb psixoloq, məktəb rəhbərinə. Artıq bunun nə zaman ön plana atılır, müəllim artıq bu problemi həll edə bilmədikdə digər əməkdaşlığa keçir. Situasiyada verir ki, burada şagirdin əsas problemi nədir? Müəllim təbii ki, aydın olur ki, burada şagirdin əsas problemi bullyingə məruz qalmasıdır və biz müəllim olaraq nə etməliyik? Bullyingin qarşısını alınmasının yollarını seçməliyik. Bullyingi tam başa düşdükdə verilən situasiyada bullyingin olduğunu və onun qarşısını alınması ilə bağlı addımlar atılması əsas müəllimin qarşısına hədəf qoyulur.